Elə bir qüdrətim olsaydı əgər, elə bir qüdrətim olsaydı əgər, ötən günlərimi geri qaytarardım. Tapıb bəxtimə yazılmış qara günləri, ömür kitabından bir-bir silərdim. Silərdim ürəyimdən solmuş arzu baharı, yenidən təzə tumurcuqlara, yaşıl yarpaqlara yazardım. Silərdim başıma gələn müsibətləri, silərdim dərdimi, acı kədəri, silərdim çəkdiyim bütün əziyyətləri, əvəzində ağaran saçlarımın rəngini qara yazardım. Əvəzində ağaran saçlarımın rəngini qara yazardım. Silərdim bəxtimin tozlu aynası, silərdim qəlbimin ağrı acısın, qoymazdım bəxtimin bağın bağçasın. Silərdim qəlbimin ağrı acısın, könlümün narəsin, ürəyimin yarasın. Qoymazdım bəxtimin bağın bağçasın, sel suyusun, xəzan aparsın. Bəxtimə yağan bu soyuq qarları, susuz çöllərə, səhralara yazardım. Silərdim ayrılıq gətirən bütün sözləri, zülmət gecələri, çətin günləri, gözlərimdən axan acı yaşları, küsmüş buludlara, yağan yağışlara yazardım. İxtiyarım olsaydı, bir kəsə dərdimi söyləməzdim. Səbr edib çətinliklərə bir təhər dözərdim. Dərdimi nə dilə gətirərdim, nə bir kimsəyə deməzdim. Silərdim dosta, qardaşa, deyib danışdığım qəmlərimi, şikayətimi təkcə Rəbbimə, Pərverdigara yazardım. Quranda bir surə var, adına deyərlər Taha. Quranda bir surə var, adına deyərlər Taha. Bir oğul itirdim Musa kimi dünyadan bahar. Bir oğul itirdim Musa kimi dünyadan bahar. Aslan pəncəli, şux qaməti əcdaha, ondan bu dünyaya gəlməz bir daha. Bacarsaydım silib məzarından adını, əvəzinə öz adımı bütün daşlara, divarlara yazardım. Qalmışam bu çöllərdə darda, yurdum harda, mən harda, ömr etdim tufanda, qarda, küstü məndən qohum, qardaş, yarda. Qüdrətim olsaydı silib sinəmdəki ahimi, haqqı danan zalimlara yazardım. Qələmimlə fəth etsəm də könülləri, çox görmüşəm dünyada ağlayan gözləri. Ünvanıma deyilən o xoş sözləri, şöhrəti, şərəfi, həm hünərləri silib adımın əvvəlindən yalnız qəhrəman oğullara yazardım. Silib adımın əvvəlindən yalnız qəhrəman oğullara yazardım. Allah şəhidimizi və şəhidlərimizi rəhmət eləsin. Allah səbri versin. Allah əsasən şəhid valideynlərinə, anaları qorusun. Çox ağır və çətin günlər, çətin zamanların, çətin durumların insanları. Bəzən görürsən ki, mən elə bir dərddən danışıram ki, adam var ki, məsəl üçün, onun heç şəhidliyə, məsəl üçün deyir ki, indi gəlib bura bir dost kimi, qardaş kimi, amma baxır görür ki, onun taleyi də burada əks etdirdir. Bu, onu da düşündürür, bəli. Bizdə bir xüsusiyyət var, məsələn, bir yerdə bir müsibət görəndə kövrəlmək istəyiriksə, mən şəxsən özümdə bu çox olub. Elə bilirdim ki, o mənəm, başlayırdım ağlamağa. Mən həmişə belə olmuşum. Belə olmuşum. Burada ustadlarımız əyləşir. Sözü verən haqq sahibə bir 5 dəqiqə, çox yox, 5 dəqiqə söz desin.